Şuuraltımız bizi kasıb edirmi? Bəzən o şuuraltıya bir daşımadığı yükləri yükləyirlər. Yəni ki, şuuraltını pula köklə, nə bilim, evdə hər yerdən dollar az, nə bilim, bu cür yəni danışanlar da Telefonunda var. dollar işarəsi Yox, o olsun. mənasız bir şeydir. Aha. Yəni bu şuuraltı sehirli çubuq deyil də. Pulla yəni, əlaqəsi yox, yoxdur. yox. Pulla əlaqəsi var. O necə ola bilər? Pul bunun sənin gözəl xarakterin, düzgün həyata baxışın təbii nəticəsi ola bilər. Ancaq mən məsələn pula baxım, 1000 dəfə pula bax, nəticəsi də eləmə. olmayacaq. Eləyə qalsa onda kassirlər dünyanın varlı insanı olmalıdır. Çünki həmişə pulla işləyirlər. Yəni bu belə deyil də. Bu şuuraltı bu cür işləmir. Şuuraltı səni uğurlu, imkanlı insanın xarakterini yarada bilər. Yəni sən o cür insanın xarakterini özündə yaratsan və uğurlu insan necə düşünür? Uğurlu insan necə hədəf qoyur? O hədəfə addım atmaq üçün hansı işləri görür? Sən özünü buna kökləsən və bu cür biliklərlə sən silahlansan, hə, o səni pula aparıb gətirəcək.